Son illərdə kənd həyatına maraq çox artıb. Xüsusilə qoyunçuluğa başlayan insanların sayı çoxalıb. Bəzi insanlar qazanc üçün başlayır, bəziləri isə kənddə öz şəxsi təsərrüfatını qurmaq istəyir. Amma bir problem var. Çox adam qoyunçuluğun yalnız yaxşı tərəflərini görür. Əslində isə bu iş həm zəhmət, həm səbir, həm təcrübə istəyən sahədir. Bu videoda qoyun saxlamağa başlamazdan əvvəl bilinməsi vacib olan məsələlərdən danışacağım. Əvvəlcə onu deyim ki, qoyunçuluqda ən vacib şey heyvanı sevməkdir. Əgər insan heyvana maraqsız baxırsa, bu işdən nəticə ala bilməz. Çünki qoyun hər gün qulluq istəyir, səhər yemidir, axşam yem, su, otlaq, təmizlik, hamısı gündəlik işlərdir. Birinci böyük məsələ qoyun seçməkdir. Başlayan insanların çoxu ilk səhvi burada edir. Bazardan ucuz qoyun alırlar, sonra heyvan xəstə çıxır. Ona görə qoyun alanda diqqətli olmaq lazımdır. Heyvanın gözləri canlı olmalıdır, yunları tökülməməlidir və hərəkəti normal olmalıdır. Halsız və zəif qoyun gələcəkdə problem yaradır. İkinci vacib məsələ yemdir. Qoyun saxlayan adam bilməlidir ki, qazancın yarısı düzgün yemləmədən gəlir. Bəzi insanlar yalnız ot verir. Bu isə düzgün deyil. Qoyunun güclü olmalı üçün arpa, buğda qırması, kəpək və digər yemlərdən istifadə etmək lazımdır. Amma yem birdən-birə dəyişməməlidir. Əks halda heyvanın mədəsində problem yarana bilər. Bir məsələ də var ki, insanlar çox vaxt buna fikir vermir. Su. Əslində qoyun üçün təmiz su çox vacibdir. Yayda susuz qalan qoyun həm zəifləyir, həm də iştahası azalır. Su qabları həmişə təmiz saxlanmalıdır və qoyunların içə bilməyi üçün əlçatan olmalıdır. İndi gələk tövlə məsələsinə. Tövlə nə qədər təmiz olsa, heyvan da o qədər sağlam olar. Rütubətli və çirkli tövlədə xəstəlik daha tez yayılır. Xüsusilə qış aylarında tövlənin quru olması vacibdir. Çünki soyuq və nəmişlik qoyunun ayaqlarında və ağciyərində problem yarada bilər. Bir başqa vacib məsələ xəstəliklərdir. Qoyun saxlayan adam heyvanın davranışına fikir verməlidir. Əgər qoyun sürüdən geri qalırsa, yem yemirsə və ya halsız görünürsə, bu artıq problem deməkdir. Xəstə qoyunu sürüdən ayırmaq lazımdır. Əks halda xəstəlik digər heyvanlara keçə bilər. Peyvənd məsələsi də çox önəmlidir. Bəzi insanlar buna pul xərcləmək istəmir. Amma sonradan daha böyük ziyan görürlər. Vaxtında vurulan peyvənd heyvanı bir çox xəstəliklərdən qoruyur. Qoyunçuluqda qazancın əsas yollarından biri quzu böyütməkdir. Sağlam qoyun yaxşı bala verir. Quzuların ilk günləri isə çox vacib olur. Soyuqda qalan quzu zəifləyə bilər. Ona görə yeni doğulan quzulara xüsusi diqqət lazımdır. Bir məsələni də deyim ki, qoyunçuluqda səbir çox vacibdir. İnsanlar düşünür ki, bir neçə ayda böyük qazanc olacaq. Amma bu iş yavaş-yavaş böyüyür. Kim heyvana yaxşı baxırsa, yemə diqqət edirsə və səbr edirsə, sonradan qazancını görür. Qış aylarında qoyun saxlamaq daha çətin olur. Yem xərci artır. Yayda isə otlaq problemi olur. Əgər yaxşı otlaq varsa, heyvan daha sağlam böyüyür.
Ona görə bəzi insanlar yaylaqdan istifadə edir. Bir çox insan düşünür ki, çox qoyun saxlamaq daha çox qazanc deməkdir. Əslində isə az heyvan saxlayıb yaxşı qulluq etmək daha sərfəlidir. Çünki məsələn heyvanı yaxşı saxlasan, yəni az sayda olsa belə yemini, peyvəndini, dərmanlamanı vaxtında aparsan, məsələn deyək ki, təxmini bir ildə 2 dəfə bala götürmək olar. Qoyunlara yaxşı qulluq eləyəndə əkizlik faizi də artmış olur. Amma baxımsız qoyun, zəif qoyun çox sayda ola bilər. Amma əsas məsələ ondan nə qədər quzu götürəcəyin, qazanc əldə edəcəyin ən önəmli, ən vacib şərtlərdən biridir. Baxımsız çox heyvan saxlamaq nəzərə səbr olur. Qoyunçuluqda ən böyük səhvlərdən biri də plansız başlamaqdır. İnsan əvvəlcədən hesablamalıdır. Yem xərci nə qədər olacaq? Tövlə necə olacaq? Su hardan gələcək? Bunları düşünmədən başlayan adam sonradan çətinlik çəkir. Amma bütün çətinliklərə baxmayaraq, qoyunçuluğun gözəl tərəfləri də var. Öz təsərrüfatının olması, təbii həyat, kənd havası və heyvanlarla məşğul olmaq insanı başqa cür rahatlaşdırır. Üstəlik düzgün işləyəndə yaxşı qazanc da gətirə bilir. Bu işdə ən vacib şey səbir və zəhmətdir. Qoyunçuluq tənbəl insanın işi deyil. Kim heyvana sevgi ilə baxırsa və işindən qaçmırsa, nəticəsini mütləq görür.